Mən hələ görməmişəm ki, bu vəzifədən çıxarılıb cinayət məsuliyyətinə cəlb olunanlarla bağlı elə bir xəbər oxuyum ki, onun içərisində külli miqdarda mənimsəmə, nə bilim, dövlət büdcəsini talan eləmə, nə bilim, rüşvətxorluq faktı olmasın. Birinci gələn faktlar bunlardır. Vəzifədə olan şəxslər. Özdə yeyintidəki 50 min, 500 min filan deyil, 5 milyon. Biz bəzən deyirik, niyə insanların hamısı yaxşı yaşamır? Gözəl həyat şəraitləri yoxdur. Bəzən hətta yazırlar sosial şəbəkələrdə ki, ac insanlardan danışın. Və ya da ki, kimsə yazır ki, mən acam. Mənim problemimdən danışın. Birinci onu deyim ki, ac adam TikTok sosial şəbəkəsində və digər sosial şəbəkələrdə oturmur. Amma bir reallıq var ki, bugün Azərbaycan vətəndaşının, Azərbaycan xalqının %100 hamısı normal həyat şəraitində yaşamır. Çox ağır şəraitdə yaşayan, düzdür, bu faiz göstəricisi azdır, amma çox ağır şəraitdə yaşayan insanlar var bugün Azərbaycanda. Bəzisi elə bir yerdə yaşayır ki, orada yaşamaq demək olmaz da. Hər gün ölür orada, sadəcə ayaq üstündədir. Evi nəmişdik, balaları xəstə, özü xəstə. İmkan yoxdur, imkansızlıqdır. Bir başqa yerdə torpaq sahəsi ala bilmir, çünki torpaq sahəsində pulun verməlisən axı almaq üçün, ala bilmir və pulu yoxdur gedib yeni tikililərdən ev alsın və yaxud da ki, köhnə tikililərdən bir otaq ev alsın, ən az bir 50 min manat pul verməlidir Bakı şəhərində bir otaqlı köhnə tikiliyə. Təzə yeni tikilən binalarda isə bu məbləğ əməlli çoxdur. Bu adamın imkanı yoxdur. Ona görə də məcburdur ki, rütubətin içərisində yağan yağışın hamısı tökülür onun yatdığı yerə, amma ki, insan məcburdur da. Və insan bu durumdan çıxa bilmir. Niyə çıxa bilmir? Dayı, hər tərpədilən məmur 5 milyon, 10 milyon, Ramiz Mehdiyevin evindən 17 milyon idi çıxan, səhv eləmirəmsə. Yoxsa 17 milyon mənimsəməkdir. Yəni bu çox cüzi hissə də, mən sizə deyim.